Xeyir olsun dəyərli abituriyentlər, müəllimlər. Bugün sizlərlə bir yerdə İsmail Şıxlının həyat və yaradıcılıq yoluna baxacağıq. Eləcə də onun Dəli Kür romanını təhlil edəcəyik. Önəmli məsələlər vurğulanacaq. Bilirsiniz ki, həmişə bizim təhlilimiz oxu üzərindədir. Bütün kanaldakı təhlillər belədir. Önəmli olan məsələləri qeyd edəcəyik. Bir də Namərd gülləsi də hekayə olaraq imtahana düşür, ancaq onun təhlili artıq kanalımızda mövcuddur. Gəlin baxaq Nizami Cəfərov onun haqqında nə deyib. Azərbaycan ədəbiyyatının 20-ci əsrdə yetişdirdiyi ən görkəmli şəxsiyyətlərdən biri olan İsmail Şıxlı haqqında düşünərkən hər bir Azərbaycanın ağlına müəllim, mütəfəkkir, milli yazıçı, mərdlik kimi anlayışlar gəlir. Azərbaycan ədəbiyyatının şah əsərləri sırasında dayanan Dəli Kürə yazıçının son sözü kimi deyilmiş ölən dünyama qədər İsmail Şıxlının yaratdığı əsərlər nə qədər mükəmməl olsa da, böyük mütəfəkkir yazıçının ən mükəmməl əsəri onun heç zaman unutulmayacaq tarixi şəxsiyyətidir. Deməli, buradan onun ölən dünya əsəri haqqında da məlumat alırıq. İsmail Şıxlı Qazax rayonunun 2-ci Şıxlı kəndində anadan olmuşdu. O, qonşu Kosalar kənd məktəbində təhsil almış, oranı bitirdikdən sonra 1934-cü ildə yaşı az olduğu üçün xüsusi imtahanla Qazaxdakı pedaqoji texnikuma daxil olmuşdu. Buradakı ədəbi mühit onda bədii yaradıcılığa maraq oyatmış, Ədəbiyyat Dərnəyində fəal iştirak edərək ilk şeirlərini yazmışdı. 1937-ci ildə texnikumda keçirilən tədbirdə Səməd Vurğunun çıxışını dinləməsi, onunla tanış olması İsmail Şıxlıda dərin təəssürat yaratmış, gələcək həyat yolunun müəyyənləşməsində böyük rol oynayıb. Deməli, onun həyatında Səməd Vurğunun xüsusi rolu var. O, texnikumu bitirdikdən sonra bir müddət müəllim işləmiş, 1937-ci ildə Bakıya gələrək Azərbaycan Pedaqoji İnstitutunun Dil və Ədəbiyyat Fakültəsinə daxil olmuşdu. İnstitutdakı Ədəbiyyat Dərnəyində fəal iştirak edən İsmail Şıxlının şeirləri, hekayələri dərnəyin rəhbəri Məmməd Cəfər Cəfərovun diqqətini cəlb etmiş, onun tövsiyəsi ilə Quşlar adlı ilk şeiri yaradıcılığa nə ilə başlayıb? Lirika ilə. Quşlar adlı ilk şeiri 1938-ci ildə Ədəbiyyat qəzetində Dəli Kür adlı hekayəsi, baxın, roman yox, romanı biz keçirik, o ayrıdır. Bu hekayədir. Dəli Kür adlı hekayəsi İnstitut qəzetində çap olunmuşdu. Xüsusən bu işarələdiyim cümləyə diqqət edin, yerini dəyişdirib verə bilər, Dəli Kür adlı roman deyə bilər, bunlar yanlış olacaq. İnstitutu bitirdikdən sonra Qazaxın kənd məktəblərində çalışan İsmail Şıxlı 1942-ci ildə cəbhəyə getmiş, qələbə gününədək davam edən döyüş yolunu ədib sonralar çap etdirdiyi Cəbhə gündəlikləri əsərində əks etdirmişdi. Yaradıcılığından bu əsər düşə bilər, ona görə də diqqət edək. Qanlı qadalı müharibə illəri, ölüm-dirim döyüşləri, çətin sınaqlar onun bir şəxsiyyət kimi formalaşmasına, bədii yaradıcılığına öz təsirini göstərmişdi. Müharibədən sonra bir müddət Qazaxda müəllim işləyən İsmail Şıxlı sonra APİ-nin aspiranturasına daxil olmuş, ömrünün qalan illərini bu ali məktəbə həsr etmişdi. O, pedaqoji elmi fəaliyyətlə yanaşı, Azərbaycan jurnalının baş redaktoru, Yazıçılar İttifaqının birinci katibi vəzifələrində də çalışmışdı. Xüsusən bu hissələrə diqqət edirək. İsmail Şıxlı bədii yaradıcılığa şeirlə başlasa da, ədəbiyyatımızda qüdrətli nasir kimi iz qoymuşdu. O, müharibə təəssüratı əsasında sonralar Konserv qutuları, Həkimin nağılı, Səhəri gözləyirdik, Kerc sularında, Haralsan ay oğlan hekayələrini yazıb. Hansı mövzuda? Müharibə mövzusunda. Ədibin Cəbhə gündəlikləri əsəri müharibə zamanı səngərlərdə yazılmış əskər qeydlərindən ibarətdir. Əsərin qəhrəmanı müharibənin bütün ağırlıqlarını çəkən, hər gün düşmənlə amansız döyüşə girən, lakin qəddarlaşmayan, qəlbindəki həyat eşqini, mərhəmət duyğusunu qoruyub saxlayan və gələcəyə ümidlə baxan mərd cəsur əskərdir. Bu əskər keçdiyi döyüş yolunun salnaməsini müntəzəm yazır, gənc olmasına baxmayaraq həyata, keçdiyi ömür yoluna, insanlara müdrik nəzərlərlə baxır, müharibənin bütün çətinliklərinə, məhrumiyyətinə dözür, qələbəyə inamını itirmir. Əsər müharibənin sərt reallıqları, həyat həqiqətləri barədə oxucuda dolğun təsəvvür yaradır, onu təsvir olunanlara laqeyd qalmağa qoymur. Yazıcının keçən əsrin 70-ci illərində yazdığı Mənim rəqibim köynək hekayələrində də müharibənin insan taleyində buraxdığı izdən söz açılır. Deməli, biz onun yaradıcılığında müharibə mövzusunu xüsusən görürük. Yazıcının Ayrılan Yollar romanı
şəxsiyyətə pərəstişin ifşa olunduğu, repressiyaların başa çatdığı bir dövrün məhsuludur. Bu mərhələdə cəmiyyət, insanlar yol ayrıcındaydılar. Həmin dövrün çətinliklərini əks etdirən əsərdə kəndi, təsərrüfatı, insani münasibətləri yenidən qurmaq kimi həllini gözləyən məsələlər əhatə olunmuşdu. Romanda kolxoz sədri Kosoğlu və onun qohumlarının prokuror Əsədovun təmsil etdiyi qüvvələr Stalinizmin yaratdığı qorxu, vahimə ab-havasını, zərərli iş üsullarını qoruyub saxlamağa cəhd edir, ənənəvi yolla gedib hər cür yeniləyən müqavimət göstərirlər. Deməli, ayrılan yollardakı Kosoğlu və Əsədovu yadda saxlayın, eyni zamanda müsbət qəhrəmanları da indi sadalayırıq. Onlarla barışmayan gənc aqronom İmran, manqa başçısı Zeynəb, Kərim kişi, Nəsib dayı surətlərini oxucular rəğbətlə qarşılayırlar. Bir-birinə zid iki dünya görüşünün, iki baxışın təmsilçisi olan bu qüvvələrin mübarizəsində konfliktin, ikincilərin, yeni həyatı, yeni yolu seçənlərin qələbəsi ilə bitir. Yəni, müsbət bir qələbə burada özünü göstərir. Romanda müharibədən sonraki illərdə Azərbaycan kəndinin mənəvi, sosial problemləri, oradakı dəyişiklik və inkişafı dolğun əks etdirməsi baxımından diqqəti cəlb edir. İsmail Şıxlı öz yaradıcılığında cəmiyyəti düşündürən problemləri, ictimai-əxlaqi məsələləri yüksək bədii sənətkarlıqla əks etdirmişdir. Yazıcı Məni itirməyin, Namərd gülləsi kitablarındakı Mənim rəqibim, Məleykə xala, Qızıl İlan, Namərd gülləsi, Təyyarə gecikir, Namus qaçağı, Görüş, Deputat, Sapı özümüzdəndir hekayələrində oxucuya milli mənəvi dəyərləri göz bəbəyi kimi qorumağın və yeni nəsillərə ötürməyin zəruriliyi fikrini aşılayır. Deməli, burada iki kitabdan söz açılır. Məni itirməyin, bir də Namərd gülləsi. Həmin kitablarda keçən hekayələr də bunlardır. Deməli, Namərd gülləsi həm kitabın adı oldu, həm də onun içində olan hekayənin. Yazıçının Ölüləri qəbiristanda bastırın hekayəsində Şəmsdən ağanın Ölən Dünyam romanında Halay bəyin taleyi, əməlləri timsalında xalq həyatının bütöv mərhələləri əks etdirilmiş, əyilməzlik, mərdlik, ləyaqət, namus, cəsarət kimi milli kökdən gələn dəyərlərdən söz açılmışdı. İsmail Şıxlının ən böyük yaradıcılıq nailiyyəti ədəbiyyatımızın dəyərli nümunələrindən olan Dəli Kür romanıdır. Deməli, Dəli Kür həm hekayə, həm də romanın adı oldu. İndi isə keçək digər əsərimizin təhlilinə. Dəli Kür əsərinin təhlilinə keçid edək. Göytəpə kəndinin yastığı, qazma daxmaları Kürün sahilinə qədər səpələnmişdi. Bu il yağınlıq olduğundan otlar vaxtından əvvəl göyərmiş, yazın ilıq nəfəsini duyandan sonra isə püskürüb qalxmışdı. Kürə inən cığırları da ot basmışdı. Zərnigar xanım bunların heç birini görmürdü. O başını göy məhəccərli eyvanın dirəyinə söykəyib için-için ağlayırdı. Tez-tez kəlayğısının ucu ilə gözünün yaşını silir, mən bu dərdə necə dözüm, kimdən imdad istəyim deyə inildəyirdi. Kürün o tayında hündür qovaqların seyrəlib yulğunluğun başladığı yerdə 5-6 qaraltı görünürdü. Zərnigar xanım dikəldi. Oğlu Şamxalın da orada olduğunu yəqin etdi. Şamxal üst başını çırpıb kəmərini daraltdı, gümüş dəstəkli xəncərini yana çəkdi. Zərnigar xanım oğlunun qabağına gəldi. Şamxal anasını gözü yaşlı görüb evdə bədbəxt bir hadisə baş verdiyini zənn etdi. Şamxal anasına yaxınlaşdı, qolundan tutub diqqətlə üzünə baxdı. Yenə nə olub, niyə gözünün yaşını on yerindən əliyirsən? Arvad daha da kövrəldi, önlüyünün ətəyi ilə gözlərini silib, hikkəsindən boğula-boğula. Belə atan ölmüş təzə eşqə düşüb, ay bala, deyə Zərnigar xanım göz yaşına ara verib səsini ucaltdı. Bizi el içində biyabır edib. Heç ərrik boyluq qızı olan, sənin kimi oğul böyüdən kişi də belə iş tutarmı? Şamxal dinmədi. Zərnigar xanım irəli gəldi, əllərini belinə qoyub Şamxalın qabağında dayandı. Deyəsən mənim dediklərimi qulaq ardına vurursan. Atan ölmüşün tərəfini saxlayırsan. Yoxsa inanmırsan, hə? Gəl, yaxın gəl. Gör atan sənə nə yaxşı ana gətirib. Şamxalın rəngi qaçdı. Bayaqdan qorxu içində küncə qısılıb titrəyə-titrəyə qardaşının hərəkətlərinə göz qoyan Salatın özünü Şamxalın üstünə atdı və əllərini tutub yalvardı. Qurbanın olum, ay qağa, evimizə qan salma, amanın bir günü də əlini qana bulama. Şamxal bacısını itələyib kənara yıxdı. Əlini sallamalı kəmərindən asdığı xəncərin gümüş dəstəyini yetirdi,
Qızının dizin-dizin sürünüb əl çəkmədiyini görən Zərnicar xanım bircə belə dur, gədənin əl-ayağına dolaşma deyə Salatının hörüklərindən tutub dartışdırdı. Deməli, bacısı qardaşının Şamxalın qan tökməyini istəmir, ancaq anası əksinə. Zərnicar xanım bunu istəyir. Şamxal qorxusundan uçum-uçum uçunan bu gəlinin öz tərəflərindən olmadığını dərhal bildi. Görünür, atası onu haradansa kürün aşağısından uzaq kəndlərdən birindən gətirmişdi. Gəlinin gözəlliyi Şamxalı yumşaltdı. Onun qolları boşaldı. Bunu hiss edən Zərnicar xanım oğlunun üstünə qışqırdı. Hə, niyə durdun? Bu saat onun saçını biləyinə dolayıb sürməsən, kişi deyilsən. Di tez ol. Ani olaraq fikrə gedən Şamxal anasının sözlərindən sonra gəlinə yaxınlaşdı. Dur, şələ-şüləni yığışdır, rədd ol burdan. Yolun altı ilə gəlibsən, üstü ilə qayıt xarabana. Gəlin sapsarı saralsa da özünü sındırmadı. Onun qanı qaçmış dodaqları aralandı. Məni sən gətirməyibsən ki, evdən qovursan. Deməli, burada artıq gəlin ona qarşı çıxır. Hirsindən rəngi ağappaq ağarmış Şamxal gəlinin üstünə yeriyib boğuq bir səslə qışqırdı. Bu saat rədd ol burdan, yoxsa bağırsaqlarını ayağına dolayaram. Gəlin gözünü də qırpmadı. Qeyrətli kişi qadına əl qaldırmaz. Hünərin varsa get atanla haqq hesab çək. Artıq Şamxal dözə bilmədi. O ayaqlarına döşənib sürünən bacısının üstündən keçib irəli şığıdı. Gəlinin saçını biləyinə dolayıb yerə yıxdı. Təpiyinin altına salıb döyəclədi. Arvadların qışqırtısı bir-birinə qarışdığından ovdan qayıdan Cahandar ağanın həyətdə dayandığını heç kəs görmədi. Gözünü qan örtmüş Şamxal isə getdikcə qızışır, gəlini sürüyüb evdən bayıra atmaq istəyirdi. Birdən gəlin var gücünü toplayıb ayağa durdu, qabarıq sinəsini irəli verib Şamxalın üstündə qışqırdı. Vur, niyə durubsan? Əlin ayağın niyə titrəyir? Arvadı öldürməyə nə var ki? Vur. Şamxal xəncəri siyirdi. Polad deyə havada parıldadı. Ayağını üzəngidən yenicə çəkən Cahandar ağanın gözü pəncərəyə sataşdı. Şamxalın xəncəri gəlinin başına indirmək istədiyini gördüyü ilə tüfəngi hərrəməyi bir oldu. Güllə açıldı, Şamxalın əlindəki xəncərin tiyəsi iki bölünüb evin ortasına düşdü. Bir anlığa hamı daş kimi donub qaldı. Salatının ürəyi keçdi. Cahandar ağa ağır bədəninə yaraşmayan bir çevikliklə atılıb içəri keçdi və hələ də özünə gələ bilməyən oğlunun üstünü aldı. Şamxal bir əlindəki dəstəyə, bir də hələ də lüləsindən tüstü çıxan tüfəngə baxdı. Bu epizoda diqqətlə baxaq. Cahandar ağa qolunu hərriyib oğluna bir şillə çəkdi. Şamxal gözləmədiyi bu zərbədən dik atılıb bir pişik cəldiyi ilə geri sıçradı. Onun gözlərində qığılcım oynadı. Ata ilə oğul döyüşə hazırlaşan buğalar kimi qabaq-qabağa dayandılar. Burada onun atasına qarşı çıxdığını da biz görürük. Şamxal quzğun kimi üstünə gələn atasından əvvəlcə qorxdu. Onun nəzərində kişi getdikcə böyüdü və nərildiyərək ov üstünə atılmağa hazırlaşan heybətli bir pələngə döndü. Lakin o özünü ələ aldı və birdən atasının üstünə atıldı. Oğlunun qəfil hücumunu gözləməyən Cahandar ağa tüfəngin qundağı ilə Şamxalın sinəsindən vurub yerə sərdi. Sonra da təpiklə döyəcləməyə başladı. Zərnicar xanım özünü kişinin qabağına atdı. Dili dolaşa-dolaşa yalvarmağa başladı. Deməli, bayaq Zərnicar xanım özü istəyirdi ki, oğlu qan töksün və deyək ki, təzə gəlmiş o gəlini öldürsün. İndi isə oğlunun pis vəziyyətdə olduğunu görərək onu Cahandar ağanın əlindən xilas eləməyə çalışır. Ay kişi, ağlını başına yığ. Uşaqdan əl çək, onda taksir yoxdur. Öldürürsənsə məni öldür. Aya, qurbanın olun, vurma, yazğam, evimi yıxma. Salatın yavaş-yavaş özünə gəldi, sürünüb atasının ayaqlarına döşəndi. Üzünü torpağa sürtdü, bir göz qırpımında hadisədən çaşıb qalan gəlin yerindən tərpənə bilmədi. Kişi onun nəzərində getdikcə böyüyüb dağa dönürdü. O irəli atılıb iri bədənini qabağa verdi. Cahandar ağanın ağır yumruqları kürəyinə dəysə də diz çöküb kişinin ayaqlarını qucaqladı. Deməli, sizdən soruşsalar ki, mələk bu yerdə deyək ki, Şamxala nəsə etməməsi üçün onun qabağını alırmı? Bəli. Bəs daha insafsız, yazıqda tutar qalmadı. Onu yox, mən başı batmışı öldür ki, bir yolluq canım qutarsın. Bu nitqi də verib Zərnicarın nitqi kimi təqdim edə bilərlər sizə. Lakin bu mələyin nitqi idi, diqqətli olaq. Cahandar ağa onun hönkürtüsünə baxmayıb yenə də oğlunun üstünə yeridi. Nökərlər səsküyə tökülüşüb gəldilər.
Tapdıq bir sıçrayışla özünü araya saldı. Cahandar ağa onun enli kürəyinin arxasında qalan Şamxalı görə bilmədi. O biri nökərlər də Şamxalın dartınmasına fikir vermədilər. Çəkə-çəkə onu çardağın yanına apardılar. Şamxal birbaş sahilə indi. İndicə baş verən əhvalatın təsirindən yaxasını qurtara bilməyən Şamxal yarğanın kənarında oturdu. Cahandar ağanın heybətli nəriltisi yenidən onun qulaqlarına səsləndi. Yox, mən bir də onunla üz-üzə gələ bilmərəm. Yəqin kişinin indi məndən zəhləsi gedir. Harda görsə yenə üstümə cumacaq. Şamxal bir dəstə qızın yarğanın qaşı ilə suya endiyini görüb ayağa qalxdı, buradan uzaqlaşmağı qərarı aldı. Hamı evə çəkildi. Cahandar ağa isə qapıda hərrənir, pəncərəsindən zəif işıq gələn otağa yaxınlaşa bilmirdi. İndi o nə etməli idi? Öz hərəkətlərini necə bəraət qazandırmalı idi? Qəlbinin dərinliklərində haqsızlığını duyurdu. Bu hadisənin belə sakitcə gəlib keçməyəcəyini, evdə hər gün dava-dalaş düşəcəyini aydınca görürdü. Kişi lap darıxdı. Ona elə gəldi ki, bu saat Qori müəllimlər seminariyasında oxuyan oğlu Əşrəf qapını açıb içəri girəcək, qaşlarını çatıb, "Ata, eyib deyilmi, bu nə işdir tutmusan?" deyəcəkdi. Sonra da baş götürüb evdən gedəcək, bir daha buralara üz çevirməyəcəkdi. Deməli, onu narahat edən bir digər məqam isə digər oğlu olan Əşrəfin bu məsələyə yanaşması idi. Buna görə də Cahandar ağanın biz narahat olduğunu görürük. Yəni sizə desələr ki, Cahandar ağa tutduğu əməldən ümumiyyətlə peşman olmur, bu səhv olacaq. Biz görürük ki, o artıq peşman idi. Gecədən xeyli keçmiş kəndin aşağısında itlər hürüşdü. Ucqardakı qara damdan kiminsə səksəkəli səsi eşidildi. "Aya, adam, kimsən?" Şamxal çərkəzə cavab vermədi. Yavaş-yavaş evə yaxınlaşdı. Qara damın qabağındakı çardağın dirəyini özünə dalda edən çərkəz qaraltının kim olduğunu bilənə qədər əlini tüfəngin tətiyindən çəkmədi. Şamxal çaxmaq şıqqıltısını eşidib, daha doğrusu şaqqıltısını eşidib dilləndi. Mənəm, nə səs-küy salıbsan?" Çərkəz Cahandar ağagildə olan hadisəni bilsə də üz vurmadı. Baxın, burada Çərkəzin də hər bir məsələdən xəbəri var idi. O özünü elə aparırdı ki, güya heç nədən xəbəri yoxdur. Kənd yuxudaydı, Şamxal yata bilmirdi. Elə bil yuxusu ərşə çəkilmişdi. O bir daha evə qayıtmayacağını qərara alsa da, hələ nə edəcəyini müəyyənləşdirə bilmirdi. Bir dəfəlik kənddə çıxıb getsəm necə olar? Özümə bir daxma düzəldəcəyəm, kənddəki qızlardan birini də gətirib qoyacam evə. Şamxal durub yerində oturdu, yenə fikir onu götürdü. Mələyin yoxa çıxması xəbərini eşidəndən yarımca saat sonra Allahyar yola hazırlaşdı. O mələyin evdən baş götürüb getməsini heç cür ağlına sığışdıra bilmirdi. Allahyar kəndə çatan kimi mələyin əmisigilə adam göndərib məsələni öyrənməyə qət etmişdi. Əgər çıxıb əmisigilə gedibsə, onda özündən küssün. Heç kəs ona minnət etməyəcəkdi. Əgər getməyibsə, elə məsələ də bundaydı. Allahyarı narahat edən buydu. Deməli, Allahyar bu qaçırılan qadın olan, yəni mələyin yoldaşı olub və buradakı detallara da xüsusi diqqət yetirək. Allahyar səhər tezdən nökəri yola salandan sonra atı minib Kürüb sahilinə endi. Kürün sahilinə endi. O nə qədər çalışsa da sirr açılmış, mələyin yoxa çıxması hamıya məlum olmuşdu. Allahyarın dodaqları astadan tərpənir, titrək barmaqları tüfəngin tətiyində oynayırdı. Şamxal kəndin kənarında biçənəklərin üst tərəfindəki təpənin qaşında özünə ev tikdi. Kənd cavanları ona kömək etdilər. Şamxalın Güləsəri götürüb qaçması xəbərini eşidəndə Cahandar ağa 3 gün 3 gecə ağzı üstə yatdı. Hirsindən gözləri qan çanağına döndü. Kişinin əlindən xata çıxa biləcəyini düşünəndə evdəki arvadlar yarpaq kimi əsirdilər. Deməli, hər iki məqamda biz ani hadisələrlə rastlaşırıq. Bir tərəfdən Şamxal atası necə qız qaçırmışdı. Şamxal da özü üçün Güləsəri qaçırıb. Güləsərdə bu arada Çərkəzin bacısı olur. Cahandar ağa Şamxalı yaddan çıxartmaq üçün o biri oğlunu xatırladı, yəni Əşrəfi. Görəsən Əşrəf bu saat nə edir? Evdə olanları eşidibmi? O da mı məndən üz döndərəcək? Yox, Əşrəf ağıllı baladır. Şamxalın tayı deyil. Hətta burada da biz görürük ki, Cahandar ağa Şamxalın ona olan münasibətini haqsız hesab edir. Hər halda Şamxalın ondan inciməsində bir haqq var idi, çünki ailəsinin başına belə bir müsibət gətirən Cahandar ağanın özü olmuşdu. Göytəpə kəndinin ucqarında xır yolunun üstündə 3 otaqlı bir bina var. El arasında bura Zayer deyirlər. Qocalar deyirlər ki, düz bir il gecəli gündüzlü işləyəndən sonra bu yol hazır oldu.
Yolun kənarındakı ev isə sahibsiz qaldı. 2 il bundan əvvəl buraya 24-25 yaşlı bir oğlan gəldi. Camaat arasında bir müddət ona Poçt Əhməd, sonra isə şapka geyindiyinə görə Rus Əhməd deyirdilər. Bu ləqəblərə də diqqət edək. Əvvəllər ona heç kəs yaxın durmazdı. Xaçpərəstlə nə işimiz var, deyə uzaq gəzirdilər. Ancaq yavaş-yavaş ona isinişdilər. Rus Əhməd bəzən Zayejin eyvanında oturub kitab oxuyardı, bəzən də uşaqları başına yığıb məzəli söhbətlər edər, uzaq yerlərdən, qalın meşələrdən, izdihamlı şəhərlərdən, böyük çaylardan, boranlı çovğunlu diyarlardan söhbət açardı. Bu uşaqların içində Cahandar ağanın kiçik oğlu Əşrəf də olardı. Fikir versəniz, burada Rus Əhmədlə Cahandar ağa arasında bir əlaqə yaranır. Çünki Cahandar ağanın oğlu Rus Əhmədin yanında müəyyən şeylər öyrənmişdi. Paştalyonun qapısı döyüldü. Əşrəf içəri girdi. Əlindəki böyük bağlamanı yavaşca pəncərənin qabağına qoydu. Stolun üstünə səpələnmiş kağızlara nə isə yazan Əhməd qanrılıb baxdı. Ay, xoş gördük səni. Demək gəldin. Çox yaxşı. Bəs bu nədir? Anam göndərdi. Əhmədlə də dedi ki, adam qəribə hörmət edər. Onlar sustular, Əşrəf kitablara baxdı. Deməli, buradan məlum olur ki, Zərnigar xanım Əhmədə hörmət edir və onun əməyini dəyərləndirir. Deyir ki, qəribə hörmət edər adam. Bunların hamısını oxumusanmı? Oxumuşam, səni də öyrədəcəyim. Rusca yazmağı da, oxumağı da biləcəksən. Mənim bir-iki dostum var, onları da öyrədərsənmi? Niyə öyrətmirəm, qoy gəlsinlər. Elə otağın birini boşaldıb sinif edərik. Özümüzün məktəbimiz olar. Burada da biz Əhmədin planını görürük. Təpələrin ətəyindəki yolla irəliləyən fayton kəndə yaxınlaşırdı. Atlar yorulmuşdu. Faytonda oturan müsafir sakitcə ətrafı seyr edirdi. Faytonçu geri qanrıldı. Bağışlayın cənab, adınızı da bilmirəm. Aleksey Osipoviç. Aleksey Osipoviç hələ 4 il əvvəl Qori Seminariyasının pedaqoji şurasında olan mübahisəni xatırladı. Seminariyanın direktoru Dmitri Semyonov müsəlman şöbəsinin açılması məsələsini irəli sürmüşdü. Burada böyük mübahisə qalxmışdı. Yeni şöbənin açılmasına qəti etiraz edənlər var idi. Elə həmin axşam Semyonov Aleksey Osipoviçi yanına çağırdı. Semyonov sakitcə sözə başladı. Çara və hökumətə yerli məmurlar lazımdır. Elə bunun üçün də məktəblər açırlar. Amma biz daha uzağa baxmalıyıq. Yeni məktəblərdən yeni məqsədlər üçün istifadə etməliyik. Bu işdə fədakarlıq lazımdır. İlk illər çətinlik olacaq. Siz də qorxmayın, mən sizə arxayınam. Əməli təkliflərinizi yazın, fikrinizi mənə bildirin. Hər şeydən əvvəl şagirdlər haqqında düşünmək lazımdır. Deməli, burada Çar hökumətinin eləcə də Dmitri Semyonovun şəxsi istəklərini biz görürük. Taparıq Dmitri Dmitriyeviç. Kənd-bəkənd gəzməli də olsam tapacağam. Elə bu məqsədlə də Aleksey Osipoviç səfərə çıxmışdı. Deməli, onun hansı məqsədlə səfərə çıxdığını biz yuxarı hissədə öyrəndik, buna diqqət edək. Gecədən xeyli keçmiş, Zayejin qapısı döyüldü. Əhməd cəftəni çəkib qapını araladı, qonağı qabağa salıb yol göstərdi. Aleksey Osipoviç göz gəzdirib otağı nəzərdən keçirdi. Divardan asılmış yarımkürələr xəritəsi, küncdəki qlobus, pəncərənin qabağında və stolun üstünə yığılmış kitablar, dəftərlər diqqətini cəlb etdi. O durub stola yaxınlaşdı, vərəqləri didilib tökülən əlifba kitabını səhifələdi, sonra dəftərləri açdı. Atları rahatlayandan sonra içəri samavar aparmağa gələn Əhməd qonağın dəftərlərlə əlləşdiyini görüb ayaq saxladı. Aleksey Osipoviç səsə qanrılıb baxdı. Siz müəllimsiz? Bəli, bilirsinizmi cənab, əslində mən burada işsizəm. Əvvəllər Bakıya, Yerevana, Gəncəyə gedən poçt faytonları, dilicanlar buradan gəlib keçərdi. Mən də necə deyərlər, boş evə qaravul çəkirəm. Darıxmamaq üçün uşaqları başıma yığıb yazığı pozu öyrədirəm. Siz nə qədər böyük iş gördüyünüzü bilirsinizmi? Burada nə var ki, deyə Əhməd sakitcə cavab verdi. Adınız nədir? Əhməddir. Əvvəllər kənd arasında mənə Poçt Əhməd deyərdilər. Sonra nədənsə Rus Əhməd oldum. İndi isə yavaş-yavaş Uçitel Əhmədə çevrilirəm. Deməli, bunlara da diqqət edək, bu adlar boşuna deyil. Poçt Əhməd, Aleksey Osipoviç qəhqəhə çəkib güldü. İndi uçitel olmusan. Sənin bu kənddə uşaqlara dərs deməyin böyük xidmətdir. Bilirsinizmi, mən Qori Seminariyasında işləyirəm. Biz orada təzə şöbə açmışıq. Bağışlayın, siz Çerniyevski deyilsiniz ki, Aleksey Osipoviç. Bəli, düz tapmısınız. Bəs siz mənim adımı hardan bilirsiniz? Əşrəfin məktublarından, o həmişə sizdən yazır. Axı mən onu oxutmuşam, indi sizin tələbənizdir.
Burada da çox önəmli bir məlumatla biz qarşılaşırıq. Çox yaxşı tanıyıram. Ən yaxşı oxuyan tələbələrimizdəndir. Demək, siz mənə kömək edə biləcəksiniz. Yatmağa hazırlaşan Cahandar ağa nökərlərdən ot tayasına od vurulduğunu eşidən kimi çırağı söndürdü. Belə hallarda düşmənin puskuda dayanıb qapını gözlədiyini yaxşı bildiyindən tüfəngi götürüb pəncərədən bayıra atıldı, itlərin qəzəblə hürdükləri tərəfə bir-iki güllə atdı. Qaranlıqdan onun atəşinə atəşlə cavab verdilər. Cahandar ağa tətiyi bir də çəkib yenidən nişan almaq istəyirdi ki, itlər qaraltını qovub sahilə endirdilər. O səs-səmir kəsəndən sonra tüfəngini çiyninə alıb ağır-ağır evə qayıtdı. Kişini fikir götürdü. Tez-tez mənə sataşan kim olar deyə özünə suallar verirdi. Deyəsən, burada ayrı əl var. Bəlkə Cahandar ağa duruxdu. Mələyin əvvəlki ərini indiyə qədər yadına salmadığına, bu barədə təzə arvadı ilə bir kəlmə danışmadığına özü də təəccüb etdi. Elə o olacaq. Nökərlər geri qayıtdılar. Hamıdan sonra həyətə girən Tapdıq atı dirəyə bağlayıb ağanın yanına gəldi. Cahandar ağa gözünü geniş açıb qapının ağzında dayanan nökəri süzdü. Nə oldu? Tuta bilmədi ağa. Mən qabağını kəsənəcən özünü suya atdı. Kişi papirosunu sümürüb otaqda gəzindi. Tapdıq cansıxıcı sükutdan yaxasını qurtarmaq üçün astaca dilləndi. Ağa, deyirəm gülləniz boşa çıxmayıb. Nədən bilirsən? Bundan, deyə Tapdıq əlindəki yun başlığı göstərdi. Qana bulaşıb. Mələk ürəyinə qorxulu bir şey daman adamlar kimi əsə-əsə başlığı götürdü, özü də hiss etmədən onundur, deyə qışqırdı. Cahandar ağanın dişləri kilidləndi. Mələk nə edəcəyini bilmədiyindən yumaq kimi büzüşdü. Kəndin ortasındakı təpədə iri tut ağacının kölgəsində böyük bir mərəkə vardı. İndi də cəmaət böyük maraq və intizarla buraya toplaşmışdı. Cahandar ağa da buradaydı. Elə bu zaman Aleksey Osipoviçlə Əhməd mərəkəyə yaxınlaşdı. Aleksey Osipoviç mərəkədəkilərlə bir-bir əl tutdu. Cahandar ağaya yaxınlaşanda xeyli dayandı, diqqətlə kişinin üzünə baxdı. Siz Əşrəfin atası deyilsiniz ki? Bəli, Cahandar ağa yavaşca dilləndi və ayağa qalxdı. Uşaq necədir? Canı başı sazdımı? Təkdir, dostlarından ötürü yaman darıxır. Axı bizim məktəbdə Əşrəfdən başqa Göytəpədən heç kəs oxumur. Baxın, sizə desədilər ki, Əhməd orada öz dostları ilə Göytəpədən, yəni olan dostları ilə oxuyur, bu səhv olacaq. Elə sizin də kəndə ondan ötürü gəlmişəm ki, gərək kömək edəsiniz, uşaqlardan seçib oxumağa aparaq. Söhbət bu yerə çatanda aralığa sükut çökdü. Cahandar ağa nə cavab verəcəyini bilmədi. Deməli, hadisələr elə bir yerdə bitir ki, dəyərli şagirdlər, oxucu intizarda qalır. İndi biz də o intizarı aradan qaldırmaq üçün mütləq ki, baxın, təhlili oxumalıyıq, fikir versiniz, təhlil görün nə qədər geniş verilib. Ona görə bu hissəyə xüsusi diqqət yetirək. 10 ilə yaxın bir müddətdə yazılan Dəli Kür romanının mövzusu 19-cu əsrin ikinci yarısında, baxın, 20-ci əsr deyər, 18-ci əsr deyər, yadda saxlayın. 19-cu əsrin ikinci yarısında Azərbaycan kəndində cərəyan edən mühüm hadisələrdən çarizmin müstəmləkəçilik siyasətinin faciəli nəticələrini əks etdirən gerçəkliklərdən götürülüb. Əsərin adı rəmzi məna daşıyır. Dəli Kür obrazı zamanın diktə etdiyi qəlibə, çərçivəyə sığmayan Azərbaycan ruhunun ifadəsi kimi mənalandırılır. Xalqın tarixi taleyini əks etdirən əsərdə çoxşaxəli süjet və kəskin konflikt var. Romanda əhatə olunan tarixi dönəmdə cəmiyyətdə gedən ziddiyyətli proseslər, köhnə həyat tərzini sıxışdıran yeniləşmə meyillərinin doğurduğu ictimai, siyasi və mənəvi problemlər öz geniş əksini tapmışdı. Çarizmin müstəmləkəçilik siyasətinin nəticəsi olaraq Cahandar ağanın və kəndlilərin torpaqlarının qəsb edilməsi bu ziddiyyətləri daha da kəskinləşdirir. Baxın, bu hissəyə diqqət. Bu hissəni siz oxuduğunuz, sizə verilən parçada tapmırsınız. Ona görə buna diqqət yetirmək lazımdır. Gərgin toqquşmaların çox olduğu romanın süjeti və konflikti ilk növbədə güclü xarakterə malik Cahandar ağanın və onun ailəsinin taleyi üzərində qurulmuşdu. Cahandar ağanın ailəsindən başlanan konflikt getdikcə genişlənərək
Cahandar ağa ilə Allahyar, Molla Sadıq yerli əhali ilə Çar hakimiyyəti nümayəndələri arasında barışmaz münaqişəyə çevrilir. Burada da konfliktin tərəflərini siz görürsüz, diqqətli olun. Yazıçı xalqımıza xas olan mənəvi dəyərlərin mərdlik, əyilməzlik, qonaqpərvərliyin qorunub saxlanılmasını vacib sayır. Çarizmin mənəvi dəyərlərə, mənəvi mühitə təcavüzünə müqaviməti əks etdirən səhnələr oxucuda milli qürur, iftixar, mübarizlik hissi oyadır. Əsərin baş qəhrəmanı Cahandar ağa mürəkkəb təbiəti olan ziddiyyətli obrazdır. Nə mənfi, nə müsbət. Necə ziddiyyətli? Milli xarakteri dolğun şəkildə təcəssüm etdirən Cahandar ağanın ailəsinin keşməkeşli həyatı, onun qarşılaşdığı maneələr şəxsi mahiyyət daşımır. Baxın, digər şəxsi mahiyyət daşıyır, çaşdırar sizi. Zamanın dövrün hökmü ilə baş verir. Cahandar ağa mələyi qaçırmaqla etdiyi səhvi aydın dərk edir. Arvadı Zərnigarın küsməsi, oğlu Şamxalın ailədən getməsi onun daxilən çəkdiyi izdırabları artırır. İstər şəxsi düşmənləri, istərsə də Çar hakimiyyətinin nümayəndələri ilə qarşılaşmada Cahandar ağa mərd, igid, güclü xarakterli bir şəxsiyyət olduğunu sübut edir. O öz evini, ailəsini, torpağını müdafiə etməyə qadirdir. Çernyayevski və Əhmədi qara güruhdan qoruyan Cahandar ağa, baxın bu məlumat da yoxdur, həm də qonaqpərvər, xalqın adət-ənənəsinə qarşı çıxanları susturmağı bacarır. Lakin onun ağa, mülkədar kimi sinfi, təbiəti kəndlilərə, kasıb gəmiçi ailəsinə münasibətində özünü büruzə verir. Hansı ki, o, Çərkəzin, Güləsərin atasına, kasıb adama yuxarıdan aşağı baxırdı. Bu məlumatda yadda saxlayın. Cahandar ağa qarşılaşdığı maneələri dəf etmək üçün son nəfəsinədək mübarizə aparır, əyilməz olduğunu hər addımda nümayiş etdirir, zamanın sərt axarının yaratdığı yeni ictimai-siyasi şəraitdə məhvə məhkum olan Cahandar ağa Dəli Kürün burulğanlı sularında həyata vida edir. Onun faciəsini şərtləndirən yalnız tarixi hadisələrin gedişi deyil, həm də şəxsi həyatındakı mənəvi sarsıntılar ağır nəticələrə gətirib çıxan məqamlardır. Romanda müxtəlif dünya görüşlü insanların canlı, bitkin bədii obrazları yaradılıb. Onların hər biri səciyyəvi cizgiləri, fərdi xüsusiyyətləri ilə fərqlənir. Qori müəllimlər seminariyası ilə bağlı hadisələr, Əhmədin Çernyayevskinin simasında ziyalıların maarifçilik fəaliyyəti, xalqın həyatında yeni səhifələr açılacağından xəbər verir. Cahandar ağanın həyatının və onun təmsil etdiyi həyat tərzinin qürubunda Əşrəf, yeniliyi təcəssüm etdirən gəncliyin nümayəndəsi kimi diqqəti cəlb edir. Şamxal isə atası ilə aralarındakı ziddiyyətli münasibətlərə baxmayaraq, Cahandar ağanın milli varlıq uğrunda mübarizəsini davam etdirən obraz kimi yadda qalır. Fikir versəniz, Şamxal haqqında da önəmli bir fikir var. Əsərdəki kəndli obrazları saf niyyətləri, halal əməyə bağlı olmaları ilə diqqəti cəlb edirlər. Ağır güzəran keçirən bu insanlar Cahandar ağanın sahiblik etdiyi kənddə mülkədar kəndli münasibətlərində öz sinfi mövqelərinə uyğun hərəkət etsələr də, qeyrət namus məsələlərində milli dəyərlərdən çıxış edirlər. Pristav, baxın burada diqqətli olaq, obraza baxın. Pristav Çar məmurlarının tipik nümayəndəsidir. Çarizmin siyasi, iqtisadi mövqeyi gücləndikcə, milli mənafeyə təcavüzü artdıqca, Pristavın da yerli əhaliyə münasibəti dəyişir, davranışı sərtləşir. Əsərdə Çar hökuməti nümayəndələri ilə onlardan xeyir gözləməyən yerli əhali arasında qarşılıqlı inamsızlıq, Divan Dərənin cəmaatın mövcud həyat tərzinə müdaxiləsi və s. real həyatı lövhələrlə əks etdirilir. Yəni, dəyərli şagirdlər, çox adam bu əsəri oxuyanda biraz məişət tərəfinə baxır ki, bir ailənin başına gələn faciədir, belə hadisələr var və s. Ancaq bunun siyasi tərəflərinə də diqqət yetirin, əsas o hissələr düşə bilər. Düşmənindən açıq döyüşdə yox, arxadan vurmaqla qisas almaq istəyən Allahyarın, yəni mələyin əvvəlki əri. Mənəvi yoxsulluğu oxucuda rəğbət doğurmur. Salatını öldürməyə cəhd etməsi, qaçırmağa çalışması, Qəmərin yalını, Qəmər bu arada atdı, Cahandar ağanın atıdır. Yalını, quyruğunu qırxması və s. onun namərdliyini təsdiq edir. Molla Sadıq obrazı bütün din xadimlərinin təmsilçisi deyil. O möfhumatın, fanatizmin müdafiəçisi, yeniliyin təhsilin əleyhdarı kimi o dövrün reallığını, həyat həqiqətini əks etdirir. Molla Sadıqdan sual düşə bilər, ehtiyatlı olun. Lakin deyir ki, baxın, orada indiyə kimi onun mənfi xüsusiyyətindən danışdıq, burada müsbət şey var.
Lakin kənd əhalisinə məxsus meşənin Çar hakimiyyəti tərəfindən qəsb edilməsinə etiraz etməsi Molla Sadığın milli həmrəylik hissindən hələ məhrum olmadığını göstərir. Yəni, şəxsi keyfiyyəti olaraq alçaq bir insan olsa da, ən azından bir həmrəylik hissini hələ də itirməyib. Roman yüksək bədii keyfiyyətləri ilə diqqəti cəlb edir. Əsərdə süjet xətti tədricən inkişaf etdirilir, hadisələr əsas qəhrəman Cahandar ağa ilə əlaqələndirilir. Surətlərin əksəriyyəti öz fərdi keyfiyyətləri, fərqli dünya görüşləri ilə Cahandar ağanın xarakterinin açılmasına təsir edir. Müəllif surətləri fərdiləşdirmək üçün müxtəlif üsullardan uğurla istifadə etmişdir. Əsərin gərgin konflikti, qəhrəmanların, hadisələrin xarakterinin açılmasında təbiət lövhələrindən istifadə, baxın bunu normalda çox əsərdə ön planda görməyə bilərsiniz, təbiət lövhələrindən də xüsusi istifadə edib. Tutarlı bədii təsvir və ifadə vasitələri onu oxunaqlı edən mühüm məziyyətlərdir. Burada da önəmli bir detal nədən ibarətdir? Normalda bədii təsvir və ifadə vasitələrini biz nədə görürük, dəyərli şagirdlər? Lirik nümunələrdə. Amma məsələn, bu nədir? Romandan bir parçadır, düzdürmü? Çox adam bunu hekayə bilir, bu düzgün deyil. Romandan bir parçadır, sadəcə sizə o boyda romanı verə bilməzdilər. Və burada normalda biz romanda bədii təsvir ifadə vasitələri barədə çox danışmırıq, amma bu əsər üçün bu yazılıb, buna diqqət edin. Müəllif bir kəndin timsalında dövrün Azərbaycan gerçəkliyi qarşısında qoyduğu hansı yolla getməli sualının yaratdığı ziddiyyətlərin, problemlərin həlli yollarını aydınlaşdırmağa səy göstərmişdir, səy etmişdir. Buradakı məlumata da diqqət edək. Müstəmləkə şəraitində milli varlıq uğrunda mübarizəyə diqqəti çəkən, bunun təsvirinə geniş yer verən müəllifin əsl niyyətini anlamaq, əsərin ideyasını əhatəli başa düşmək üçün mənbələr üzrə araşdırmanın aparılması vacibdir. Deməli, çox adam bu əsəri sırf məişət zəminində bir əsər zənn edir. Ona görə də vacibdir ki, biz bu əsəri biraz da başqa cür təhlil edək. Bunun üçün din vəsaitindən əlavə təhlili indi sizlə bölüşəcəm. Vəsaitində verilmiş məlumatlara baxaq və 6 test nümunəsini işləyək. Hadisələr tipik bir Azərbaycan kəndi olan Göytəpədə baş verir. Kəndin ağası nüfuzlu bir mülkədar, adsan hörmət sahibi olan Cahandar ağa təsadüfən gördüyü mələyi zorla qaçıraraq evinə gətirir. Bu qadın başqasının, Allahyarın kəbinli arvadıdır. Əslində özünü qeyrətli sayan, başqalarından da bunu gözləyən və tələb edən Cahandar ağanın bu hərəkəti nə qeyrət anlayışına, nə də müsəlmançılığa yaraşan bir işdir. Daha sonra xoşagəlməz hadisələr silsiləsi başlayır. Ailəyə dəhşətli nifaq düşür. Xanımlıq, analıq, qadınlıq heysiyyəti təhqir olmuş Zərnigar xanım, Cahandar ağanın birinci arvadı, açıq-aşkar olmasa da narazılığını bildirir. Anasının tərəfində duran Şamxal atası ilə toqquşur və küsüb evdən gedir. Cahandar ağaya nüfuz savaşında uduzan Molla Sadıq intiqam hissi ilə yanan Allahyarı qızışdırır, onun əli ilə düşmənini aradan götürməyə çalışır. Cahandar ağanı alçaltmaq üçün atı Qəmərin yalı quyruğu qırxılır, bacısı Şahnigar tovlanıb mürid məclisinə Molla Sadığın meyxanasına aparılır, qızı Salatını qaçırmağa cəhd edirlər. Cahandar ağa sevimli atını güllə ilə vurur, ürəyinin bir parçası qədər sevdiyi bacısını kürdə boğur. Bunlar azmış kimi Çar hökumətinin məmurları ilə konflikt baş verir. Dədə-baba qoruğu əlindən alınan Cahandar ağa Rus kazakları ilə çarpışmada həlak olur. Əsərin finalı çox mənalıdır. Cahandar ağa kazakların əlinə keçməsin deyə ona ana qucağı qədər əziz olan Kürün sularına qərq olur. Ölümünü də, əbədiyyətini də dəli Kürdə, ana Kürdə tapır. Və təhlilə baxaq. Zəngin yaradıcılıq yolu keçmiş İsmail Şıxlının Dəli Kür romanı Azərbaycan nəslinin ən uğurlu nümunələrindən biridir. Yazıcı 10 ilə qədər bu əsər üzərində işləmişdi. Əsərin mövzusu 19-cu əsr Azərbaycan kəndində baş verən mühüm hadisələrdən çarizmin müstəmləkəçilik siyasətinin faciəli nəticələrini əks etdirən gerçəkliklərdən götürülmüşdür. Əsərdə tarixi qanunauyğunluqların Azərbaycan xalqının həyatına daxil olma prosesi, adamların yaşayışında, mənəviyyatında əmələ gətirdiyi köklü dəyişikliklər realistcəsinə əks olunmuşdur. Əsər xalqımızın milli oyanış dövrü, Göytəpə kəndində baş verən mürəkkəb və ziddiyyətli hadisələr fonunda qələmə alınmışdır. Əsərin adı rəmzi məna daşıyır. Xalqın tarixi, taleyini əks etdirən bu əsərdə çoxşaxəli süjet və kəskin konflikt var. Bunlar baxsaq, bunlar elə kitabda olandan eynidir. Görün fərqli bir şey varmı? Heç bunu oxumağın mənası olmaz. Siz yenə ekranda görürsünüz.
Deməli, əsərdə biz bunun canlı nümunəsini görürük. Rus məmurları ilə toqquşmada torpaq söhbəti araya gələndə Cahandar ağa ilə bir sırada sadə rəiyyəti də, hətta düşməni olan Molla Sadığı da görürük. Onlar qətiyyətlə torpaq bizim dədə-babamızındır, heç kimə də vermərik deyirlər. Milli birlik ideyasının xalqın tarixi taleyində həlledici olması əsərdə bir daha bədii həllini tapır. Deməli, həlli tapılan problemlər var. Daha sonra keçid edək digər məsələlərə. Cahandar ağa mürəkkəb və ziddiyyətli obrazdır. O mələyi qaçırmaqla səhv etdiyini anlayır. Zərnigarın küsməsi, oğlu Şamxalın ailədən getməsi ona daxilən əzab və iztirab verir. Cahandar ağanın qarşılaşdığı maneələr şəxsi mahiyyət daşımır, zamanın, dövrün hökmü ilə baş verir. İstər şəxsi düşmənləri, istərsə də çar hakimiyyətinin nümayəndələri ilə qarşılaşanda güclü xarakterli bir şəxsiyyət olduğunu göstərir. Cahandar ağa həm də qonaqpərvərdir. Xalqın bu adət-ənənəsinə çıxanlara qarşı çox amansızdır. Buna baxmayaraq onun ağa, mülkədar sinfinə xas olan bəzi xüsusiyyətləri yeri gələndə özünü göstərir. Məsələn, kəndlilərə, kasıb gəmçi ailəsinə münasibətində bu sinfi təbiəti özünü büruzə verir. Cahandar ağa qarşılaşdığı maneələri dəf etmək üçün son nəfəsinədək mərdliklə mübarizə aparır. Yeni ictimai-siyasi şəraitdə məhvə məhkum olan Cahandar ağa Dəli Kürün sularında həyata vida edir, lakin onun faciəsini şərtləndirən təkcə tarixi hadisələr deyil, şəxsi həyatındakı uğursuzluqlar ağır nəticələrə gətirib çıxardan addımlardır. Yenə də digər məlumatlar da fikir versəniz, kitabdakı ilə eyniyyət təşkil edir. Bu cür göstərim siz özünüz də oxuya bilərsiniz. Eyniyyət təşkil edənləri izah etmirəm və gəlin suallarımıza baxaq və sualları bir-bir cavablandıraq. Deyir ki, tamamlaya bilən fikir. Dəli Kür romanında Cahandar ağa milli xarakteri dolğun şəkildə təcəssüm etdirir, qonaqpərvərdir. Bəli, məsələn, Çernyayevskini öz qonağı kimi təqdim edir və icazə vermir ki, kimsə onlara qarşı çıxsın. Bu bir. Mülkədar olsa da kəndlilərlə münasibətində sinfi təbiətinin heç vaxt büruzə vermir, yox, həmişə büruzə verir. Qarşılaşdığı maneələr şəxsi mahiyyət daşıyır, xeyr, biz bunu bayaq təhlil elədik. Yeri gələndə xalqın adət-ənənələrinə qarşı çıxanları susturur, bu da düzdür, 1-4. Allahyarla əvvəlcədən ədavət saxlamırdı, bu da səhvdir. Roman haqqında düzgün fikirləri bizdən istəyir. Təhkiyə əsasında yazılıb, bəli, çünki epik növdədir. Maarifçilik ideyalarda təbliğ olunur, bəli, məsələn, Aleksey Osipoviç və Rus Əhmədin simasında 1-2 düzdür. 20-ci əsrin əvvəllərində kənddə baş verən dəyişikliklər əks olunub, 20-ci deyil, 19-cu əsr idi. Epik növdə yazılıb, düzdür, romandır, çünki hadisələr Cahandar ağanın ailəsində baş verdiyinə görə ictimai-siyasi məsələlər öz əksini tapmayıb, əksinə, ailə məsələsi ön planda olsa da, əslində bunun arxasında böyük bir ictimai-siyasi məsələ dayanır. Daha sonra Dəli Kürlə bağlı bizdən səhv fikri istəyir. Əsərin sonunda Cahandar ağa mələyi gətirdiyi üçün peşman olur. Bu düzdür. Cahandar ağa mülkədar kəndi münasibətində sinfi mövqeyinə uyğun hərəkət edir. Düzdür. Molla Sadıq obrazı möhfumatın, fanatizmin tərəfdarı, yeniliyin, təhsilin əleyhdarı idi. Bəli, bu da tamamilə düzdür. Çünki o din adamı idi, yəni pis bir din adamı. Kənd əhalisinə məxsus meşənin çar hakimiyyəti tərəfindən qəsb edilməsi məsələsində Molla Sadığın milli həmrəylik hissindən məhrum olduğunu görürük. Xeyr, əksinə məhrum olmadığını görürük. Çünki Molla Sadıq da bu mövzuda Cahandar ağa və kəndlilərlə eyni fikirdə idi ki, dəymək olmaz bizim torpağımıza. Əşrəf yeniliyi təcəssüm etdirən gəncliyin nümayəndəsi kimi, Şamxal isə Cahandar ağanın milli varlıq uğrunda mübarizəsini davam etdirən obraz kimi yadda qalır. Düzdür, Şamxal atasının yolunu davam etdirirdi. Dəli Kürlə bağlı doğru fikirləri qruplaşdırmaq lazımdır. Gəlin baxaq. Əsərin adındakı birinci söz metafordur. Bu səhvdir. Ümumiyyətlə, Dəli Kür dedikdə, dəli orada nə olacaq? Bunu izləyicilərimiz üçün soruşaq və eləcə də diqqət testi olsun. Cahandar ağa həm mürəkkəb, həm də ziddiyyətli obrazdır. Bu tamamilə düzdür. Çernyayevskinin simasında maarifçilik hərəkatı təsvir olunmuşdu. Biz bunu da düz götürəcəyik. Romanda xalqımıza məxsus olan mərdlik, qonaqpərvərlik və s. kimi milli dəyərlərimiz də öz əksini tapıb. Düzdür. Məsələn, Cahandar ağanın simasında 2-3-4 düz.
Yazıçı əsər boyu Cahandar ağanı ittiham edir, heç bir hərəkətində ona bəraət qazandırmır. Xeyr, xalqın yanında olmasında ona bəraət qazandırır. Molla Sadıq bütün məqamlarda milli həmrəylik hissindən məhrum olmuş bir insan kimi təsvir olunur. Bu da səhvdir. Bayaq açıqladığım üçün ikinci dəfə təkrar etmirəm. Cahandar ağa, Çernyevski və Molla Sadığa aid olan fikirləri sıralamaq lazımdır. Öz mənafeyi naminə dünyəvi təhsilin əleyhinə idi. Bu Molla Sadığa aid fikirdir. Maarifçi dünya görüşünə malikdir və millətin gələcəyini elm və təhsildə görür. Təbii ki, Çernyevski. Ailə daxili gərginliyi ona əzab və izdirablar bəxş edir. Cahandar ağa qarşılaşdığı maneələri dəf etmək üçün son nəfəsinədək mərdliklə mübarizə aparır. Cahandar ağa yaşadığı evdə kənd uşaqlarına dərs verir. Bu, Rus Əhmədə aid fikirdir. Burada isə qeyd olunmadığı üçün silirəm onu. Əşrəf və Şamxal arasında uyğunluğu bizdən istəyir. İki qardaş haqqında qruplaşdırma edək. Azərbaycandan kənarda da yaşayıb, təbii ki, bu kimə aid olacaq? Qori müəllimlər seminariyasında təhsil alan Əşrəf, anasının müdafiəsinə qalxan Şamxal, ailə-daxili konfliktin dərinləşməsinin əsl səbəbkarıdır. Bunu deməzdik. Orada səbəbkar elə Cahandarla və gətirdiyi mələklə bağlıdır. Şamxal orada sadəcə bir növ bu hadisələrə etiraz edən bir şəxsdir. Həyat yolunu müəyyən etməkdə Əhmədin böyük rolu olub. Bu Əşrəfə aiddir. Çünki Əşrəfin təhsil almasında Rus Əhmədin böyük rolu var. Valideyn xeyir-duası almadan ailə qurur. Bu Şamxala aiddir. Çünki dostu Çərkəzin bacısı Güləsəri götürüb qaçan, heç kimə məlumat verməyən o idi. Ümid edirəm təhlilimiz sizin üçün faydalı olub. Bura qədər gəldinizsə, bəyənməyi və kanala abunə olmağı unutmayın. Şərh də yazsaz bizim üçün xoş olar. Sağ olun, salamat qalın.